Çox adam soruşur. Doktor, soyuq aylarda tez-tez sidik ifrazı nədən olur? Ümumiyyətlə, soyuq aylarda tez-tez sidik ifrazının olmağı 70% halda normal prosesdir. Çünki dəri səthimizdəki damarlar soyuğun təsirindən daralır və qanın əsas kütləsi qarın boşluğuna, daxili orqanlara yığılır. Bu da böyrəyə daha çox qanın getməsinə və sidiyin artmasına səbəb olur. İkinci səbəb, biz yayda adətən çox tərliyik və maye tər vasitəsilə bədənimizdən ayrılır. Amma qışda tərləmə az olduğu üçün əsas bədəndən suyun xaric olması böyrələrin üzərinə düşür və bu da tez-tez sidik getməyə səbəb olur. Üçüncü səbəb də var, soyuq aylarda sidik kisəsinin tonusunun azalması, bu da tez-tez sidik ifrazı hissiyatını yaradır. Bəs haçan bu biz xəstəlik hesab etməliyik? Əgər sidiyə tez-tez gediriksə, amma az miqdarda, sidik ifrazı zamanı yanma, göynəmə, ağrı hissiyatının olması və gecələr sidiyə çox getmə. Bunlar varsa, həkim müayinəsi mütləqdir. Bunlar şəkərli diabetdən, böyrək infeksiyalarından, sidik kisəsinin iltihabından, kişilərdə prostatın iltihabından, adenomasından xəbər verə bilər.